Əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Ağcabədi rayon Rəcbərlər kəndində gözəl bir balamızın evində qonaq. Xoş gördük balam səni. Necəsən? Yaxşı. Yaxşı ol hər zaman. Adın, soyadın, atanın adı? Əsaslı Sahlə Ramiz qızı. Anadan olduğun yer və tarix. 2017-ci ildə 2017-ci il fevral 17-si. Ağcabədi rayonunda Rəcbər Ağcabədi rayonunda Rəcbərlər kəndi tam Anladım. orta məktəb 3-cü sinif şagirdi Əsaslı Sahlə. Nə gözəl. Hal-hazırda 3-cü sinifdə oxuyursan. Ən çox sevdiyin müəllimlərin, ən çox sevdiyin dərsin hansıdır? Sevdiyim müəllimlərim Salə müəllim, Tayanə müəllim, sevdiyim dərs Azərbaycan dili riyaziyyat. Biz də həmin müəllimlərə buradan salamlarımızı çatdırırıq. Balamızın yaddaşında çox gözəl qalıb, hörmətlərini qazanıb da. Böyüyəndə hansı sənətin sahibi olmaq istəyərsən? İnformatika. İnformatika müəlliməsi. Nə gözəl. Uğur və nailiyyətlərin olub məktəbdə. Balamızın burada fəxri fənvanı var. Onu nəydən qazanmısan? İmtahanı. Nə gözəl. Qabaqsız şagirdlərdən birisən. Hər zaman imtahanlarında, dərslərində hər zaman qabaqcıl olasan balam. Boş vaxtlarda nə ilə məşğul olursan? Dərsimi oxuyuram. Məktəbə neçənci ildə getmisən? Məktəbin ikinci sentyabrın 15-i. Nə gözəl. Atan haqqında mən istərdim atası özünü təqdim eləsin. Mən istərdim birinci bir də ağsaqqalımız əyləşir. Babası özünüzü təqdim eləyərdiniz. Sədov Fəxriyev Rəhimoğlu. Bir baba olaraq nəvənizə nə arzulayardınız? Nəvəmizə yaxşı, xoşbəxt günlər. Bir valideyn öz Təhsil, övladına nə arzulaya bilər ondan artıq? təhsil Çox gözəl. Balamızın nənəsi də əyləşib yanında. Mən istərdim nənəsi özünüzü təqdim eləyərdiniz. Quliyeva Kamlə, Əsədova Kamlə, Mehdi qızı. Nənə olaraq nəvənizə nə arzulayardınız siz? Xoş günlər. Mən həmişə istəyərdim ki, bunun sadəsi bütün institutlarda gəlsin, sənət sahibi olsun. Amin. Sizin Xoşbəxt fəxriniz olsun. olsun. Siz də baxıb fəxr Fəxr eləyəsiniz. eləyim ondan. Amin inşallah. Çəkdiyim əziyyət halal olsun, bunun da sadəsi institutdan gəlsin. Amin. Allah ömrünüzü uzun eləsin. Sağ ol. Nəvə nəticə toyu görəsiz. Hər ikiniz, hər iki valideyn. Balamızın atası da yanında əyləşib. Mən istərdim atası da özünü təqdim eləsin. Özünüzü təqdim eləyərdiniz. Adınız, soyadınız. Ramiz Əsədov. Siz valideyn olaraq öz balanıza nə arzuluyursunuz? Balama xoş günlər, nə bilim belə, Uzun ömür, uzun ömür, can sağlığı. Mən istəyirəm ki, yəni başımı yəni uca eləsin. Amin. İnşallah. Allah əziyyətinizi yerdə qoymasın. İnşallah fəxriniz olsun. Balanız. Amin. İnşallah. Neçə qardaş bacısınız balam? Bir qardaş, bir bacı. İki bacı. Kibar. İki bacı, bir qardaş. Bu da sənin bacın. Hobbin nədir? Rəsm çəkmək. Rəsm çəkməyi çox sevirsən. Çox gözəl. Böyüyəndə kimə bənzəmək istəyərsən? Atama. Nə gözəl. İnşallah. Allah arzularını yerinə yetirsin balamın hər zaman. Sizin fəxriniz olsun inşallah. Balam, indi səni çəkdik burada. Sənə baxacaqlar. Öz sinif yoldaşların, həm yaşıdların, o çox sevdiyin müəllimələrin. Onlara nə demək istəyərsən bizim vasitəmizlə? Çox istəyirsən onları? Onlar da sənin kimi qabaqsız şagirdlərdən olsunlar. Salamlarını çatdırırsan müəllimlərinə? Çox gözəl. Çox sağ olun, var olun. Bizi qonaq qəbul elədiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Var olun. Hər zaman balanız başınızın tacı olsun. Fəxriniz olsun. İnşallah böyüyəndə də bütün arzularına çatsın inşallah. Amin, amin.